Özünüzü təqdim edin. Mən Murad Verçin Eldaroğlu. Bura nə üçün Mən- gəlmisiniz? Mən gəlmişəm Balaxanı qəsəbəsi Mirişli 102 ünvanında yerləşən Security Operation Service'in direktoru Anar Məmmədovdan şikayət eləməyə. Həminki Anar Məmmədov ki, məni müqavilə bağlamayıb. Çünki mən ondan qanuni tələblərini yerinə yetirim, öz hüquqlarımı istəyirdim. Misal üçün, bayram pullarını ödəməyi, misal üçün, artıq saatı işləməyini tələb edirdim ödəməyə. Ancaq belə baxanda həmin Anar Məmmədov öz qohumlarını, dostlarını, tanışlarını yığır. Belə deyəndə baxanda elə həmin Anar Məmmədov korrupsionerləri də yığır. Mən bəli də qruplaşma yaradır. Mən də bu sənədlərlə, bax burada mənim Göstərin sənədlərlə. zəhmət olmasa. Bəli, bax bu sənədlərlə. Bax bu sənədlərlə, bax burada əmək vəkilliyinə də şikayət eləmişəm. Bax əmək vəkilliyinə də bax bu sənədlərlə şikayət eləmişəm ki, baxın. Bax bu adresidir. Ramiz Mirişli 102 ünvanında yerləşən Security Operation. Bax bu mənəm. Hansı ki şikayət eləmişəm mən həminki Anar Məmmədovdan. Bu əmək vəkilliyinə bax bu sənədləri də təqdim eləmişəm ki, sübutlarla. Ki bu adam bayram pulları mühafizəçilərə işləyən, bunlar hamısı, qanunları da qoymuşam. Bayram günləri də hesablamışam. 4 il ərzində bu adam bunları hamısını tabellə və bunları görürsünüz, bu tabellə. Ona da məktub yazmışıq ki, bizə materialları, bu sənədləri göndərin ki, biz sizi məhkəməyə verək. Həminki adam nə cavab verib, nə bir şey deyil. Siz yoxlasanız, indi pres jurnalistsiniz, siz tanıyırsınız da Cahangir Həsən hansı ki, Naxçıvanda, Ordubad rayonunda korrupsiyadan saxlanmışdır. Korrupsiyadan saxlanmış adamı özünə gətirib 14 saylı komandada, hansı ki Sumqayıtda, komanda rəis müavini təyin edib. Azərbaycan Respublikasının, bunları da saxlayın. Azərbaycan Respublikasının prezidenti imzaladığı qanun, özəl mühafizə haqqında qanunu. Bax bu qanun. Bax burada qanun var. Bax bu qanun Azərbaycan Respublikasının qanunu. Yerinə yetirməyən tut bunu da. Yerinə yetirməyən Atakişiyev Xalidi özünə gətirib, hansı ki, baxın, mən təqdim edirəm. Hansı ki, baxın, 2016-cı ildə burada baxsanız, diqqətlə baxın. Bax burada hamısı yazılıb ki, bu adam həmin qanunu riayət eləmir. Şərtli partlayıcı bombalar Soğuqarın mühüm strateji obyektlərin şərtli partlayıcı bomba əməliyyatları keçirir. Prezidentin əmri söyləmir. Həminki adamlar, bu qanunu oxuyan adam mühafizəçilər, mühafizəçini təxribatçı adlandırıb. Hansı ki, özəl mühafizə haqqında qanun cənab prezident imzaladığı stolun üstündəydi. Həmin mühafizəçini təxribatçı adlandırıb. Bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? Mən yazmışam prokuraturaya, indi TTX yazıram. Dövlət Təhlükəsizlik Xidməti. Bəli, TTX yazıram bu şikayətləri ki, bunun oğlu, mənim sübutum da var. Anar Məmmədovun oğlu qanunsuz xarici legionda muzlu kimi döyüşlərdə iştirak edir. 2017-ci ildə. Həminki Anar Məmmədov ki, demək sizə göstərim. Həminki Anar Məmmədovun oğlu xarici ölkədə fransızlarla, Azərbaycana olan fransızlarla, polaklarla, ermənilərlə bir yerdə döyüşlərdə iştirak edir. Fransızların yanında olan adam, Azərbaycan Respublikasının düşmənləri biri olan, ermənilər heç düşməni olan adamlarla bir yerdə olub. Əbdi bu videoda var. Videoda var. Anar Məmmədov da bunu bilirdi. 2000 belə deyək də, mən onunla bir yerdə işləmişəm. 2014-cü, 2015, 2016-cı ildə həminki Anar Məmmədov Etalon Security'də birinci müavin idi. Birinci müavin idi. Onun Əyna Sultanova da 2 otaqlı evdə kirayəci qalırdı. 2017-ci ildən bura bu birdən-birə varlanmağa başladı. Yoxlasınlar fitness zalları, yoxlasınlar onun həyat yoldaşının gözəllik salonlarını, yoxlasınlar onun qızın ötürü 300 minlik evdə yaşır, yoxlasınlar onun qızıl dükanlarını. 2016-cı ilə kimi bu kirayəci qalırdı. 2 otaqlı evdə kirayəci qalırdı. 2017-ci ildə bu vaxta kimi, belə deyək də 5 ilə, 8 il, bu 8 ilə bu qədər var dövlət hardan buna oldu? 8 ilin içində bu var dövlət buna hardan oldu? Bunu çox danışmaq olar. Mən belə deyirəm də, müraciət edirəm, korrupsionerləri yığır. Prezidentin əmrinə tabi olmayanları yığır. Mənim kimi adamı, mənim 50 yaşım var, mənim kimi adam işdən çıxarır. Nədir? Mən deyirəm ki, mən işlənmişəm, bayram pullarımı ödə. Artıq saat işləmişəm, artıq saatlarımı ödə. Neçə il işləmisiniz orada? Orada 4 il.
Ancaq o ki, Anar Məmmədov da özü bilir ki, ona da şikayət edirəm. Etalondan elə mən bu ilə bir yerdə işləmişəm. Tek sizə qarşı olunub bu, yoxsa başqa işçilərə də olub? Başqa işlər demənim də var. Hələ də biri də şikayət edib ondan. Bəli. Adda Xeybər Ramin. Neçə nəfər olubdu ümumiyyətlə? Məndən qabaq çox adam olub Çox şikayət adam. edən. Bəli. Çox şikayət edən olub. Misal üçün mən adını çəkdim. Misal üçün Xeybər Ramin hər yerə şikayət edib. Bu adamın yoxlasalar, baxsalar hər yerə şikayət edib. Bunu daha belə deyək də, bu millətçi ləzgidir. Həmin adam gedib buna şikayət edir. Anar Məmmədov deyib ki, sən ləzgisən də, sən necəsən ki? Bu etnik qrupları belə Azərbaycanda parçalamaq istəyir. Başa düşürsünüz, bu nə məsələdir? Bu məsələni araşdırsalar, kökünə geçsələr, mənə diqqətlə qulaq assalar, görün bunun arxasında gedib yoxlasalar idarəni. Gör bu idarədən 13 milyon 824 min manat 8 ayın içində yan adamdan nə gözləyirsiniz? Siz burada kimlə görüşmək istəyirsiniz hal-hazırda? Mənim bu salatlı şəxs kim olsa, bu prezident Nazirlər Kabinetində ya da prezident kim görüşsə, bu sübutlarla oturum ona izah edeyim ki, vəziyyət budur. SOCAR-ı mühafizə edən, mühüm strateji obyektləri mühafizə edən idarənin audit gəlir, söyləmir ki, əmr çıxarıb 41 nömrəli əmrdə. Prezidentin adı belə yoxdur. Sərəncamının bu nətər deyirlər, cənab prezident söyləndə, öz sərəncamı çıxaranda yazır ki, əhalinin yaxşı yaşamaq üçün siyasətli davamı. Bunun siyasətini heç əmək kollektivi ilə tanışır. Elə bir Anar Məmmədov maaş qaldırır, prezident yox. Ona da görə bax, belə narazılıq başlayır. Mən sübut eləyim ki, 8 ayın içində bu adam 13 milyon 824 min manat pul yiyib. Tək yiyib. Bu 13 milyon tək yiyə bilər o adam. Bu arxayındır ki, kiməsə də pul verir, kimsə bunu örtbasdır edir. Özdə mən deyim də, SOCAR-dan gələn audit bunu yoxluyur. Adicə bir dənə sual. Bircə dənə yüngül sual. SOCAR-ın auditində bir dənə sual. Gəlib yoxlayanda, bu əmri sən tanışsan da, niyə soruşmursan prezidentin adı hanı? Prezidentin siyasətini nə sən niyə kollektiv tanış eləmirsən ki, cənab prezident əhalini yaxşı yaşamaq siyasətini davam elətdirmək istəyir? Niyə bunu tanış eləmirsən? Amma ki, SOCAR gələndə, qayma fakturanı yoxlayanda, nöqtəsində kim gedib tapır? Səhvi. Siz qəbul şöbəsinə köməklik göstərə bilərsiniz. Mən indi yaxınlaşarıq Nazirlər Kabinetinə, ərizə verərsən, saat 2-də sılacaq. 2-də yaxınlaşarıq, ərizə verərsən, qəbul edirsən. Bir yerdə yaxınlaşarıq, heç problem yoxdur. Mən bunu hamısını belə deyirəm. Devlətimizə şikayət edirəm. Mən devlətin kölgəsində gəlmişəm. Müdafiə Heç bir problem yox. Yaxınlaşarıq 2-də Nazirlər Kabineti. Bir də deyirəm də mən devlətin kölgəsinə gəlmişəm. Bax yaxşı. Mənim 50 yaşım var. Mən Anar Məmmədov sual vermək istəyirəm. Sənin qardaşın orada işləyir. Sənin dayın oğlun orada işləyir. Sənin orada həyat yoldaşın özünə köməkçi təyin eləyir. Soruşarlar, sual verirlər. Sən həyat yoldaşı mühafizə işində nəyə başa düşürsən, ona 2000 manat maaş verirsən. Məni işdən çıxarırsan. Negodnlara gedin baxın. İdarə dolub negodna ilə. Son olaraq kimə müraciət edirsiniz? Mən bunu dövlətimizə, hansı ki struktur bu ilə mənlə maraqlanacaq, lüboy dövlət strukturu, dövlət təhlükəsizlik, prokuratura, baş nazir, Nazirlər Kabineti kim maraqlansa, bu sübutlarla oturum yanında açım sənədləri göstərim qardaş. Bax bu hesablamadır. 13 milyon 8 ayda yan adam hara olur? Problem yoxdur. Gəl. Gəl. Kimi keçmiş qvardiyaçı. Ümumi liderimizin qvardiyasında olmuşam. Mart hadisələrdə üsyan burada qalxanda aman bu prezident aparatını qoruyanlardan biri olmuşam. Ya qvardiyaçılardan biri olmuşam. Ümumi liderimizin yanındaydım. Anar Məmmədov məni işdən çıxarır. Elə bir oğlunun hansı ki, oğlu Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının 4-cü kursdan qovulmuşdu. Nə səbəblə qovulub bu araşdırsınlar. Bax görürsünüz bax burada. Bu 8 ayda hansı ki mən burada qeyd etmişim 23-cü il. Bax bunları da. Görürsünüz onun üçün bu 8 ay bu 8 ayı. Bu 8 ay özü çox gözəl bilir. Anar Məmmədov çox gözəl bilir. Bu pulları hara eləyib. 13 milyon 824 min manatdır. 8 ayın içində
Yoxa çıxarıb. Bu 41 nömrəli əmrdir. Özü imzaladığı. Mənə göstərsin burada cənab prezidentin adını. Mənə burada göstərsin ki, cənab prezidentin sərəncamını ki, əmək kollektivinə tanış edib, göstərsin. Onun bayram pullarını nə deyirdim mən sizə, bayram pullarını? Əmək Məcəlləsinin 164-cü maddəsi. Onu da bivat elədim ki, sən bunu eləməlisən. Özü qərar çıxarır, özü qərar çıxarır. Və baxsanız, imzaladığı mən tələb eləyəndən sonra. Bu əmrdir. Amma riayət eləmir. Mən gedib deyəndə ki, sən niyə riayət eləmirsən? Özün çıxartmışsan əmri, səni dabivat eləyirik. Niyə bunu çıxartmırsan? Deyir, özüm bilərəm. Direktor mən deyiləm, vermirəm. Get görən kim istəyir şikayət elə, onsuz da heç nə bilməyəcəksən.